gün Başlı Belin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən 113 gün düşmən arxasında mübarizə, Başlı Bel qətliamının bilinməyən tərəflərini əhaliyə çatdırılması layihəsi həyata keçirilir. Layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi əsasında keçirilir. Layihənin eksperti Xalid müəllim digər məsələləri danışır. Layihənin əsas məqsədi Ermənistanın Başlı Bel kəndində törətdiyi qətliam, mülki insanların 113 gün düşmən arxasında yaşadığı və apardığı partisan müharibəsi, bu partisan müharibəsi zamanı mülki insanların qorunması sahəsində həmin hadisə iştirakçılarının göstərdiyi qəhrəmanlıq, onların şücaətini geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Bu layihənin ilkin tərəfidir. Layihə çərçivəsində ilkin olaraq onların yaşadığı iki kahada video çəkiliş və şahidlərin dilindən hadisələrin qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsində isə bu hadisələr gənc nəslə, xüsusən universitetlərdə təhsil alan gənclərə çatdırılması nəzərdə tutulur. Demək 1993-cü ildə biz aprel ayında o döyüşdən sonra, atışmadan sonra, yəni ermənilər bucaq hücum edəndən sonra Dəbir arasında bir 2 gün, 3 gün qaldıqdan sonra o hava şəraitinə əlaqədar olaraq nəzərə tutduq ki, biz yenidən bu barıt dükası deyilən bu əraziyə gəldik. Gəldik biz 6 nəfər gəldik, gecə qaldıq burada. Bura biraz təhlükəsiz olduğuna görə. Ona baxmayaraq, yəni bizim eynilə Nəbin inkişafında olduğu kimi heç bir ərzağımız, heç bir yatacağımız olmamışdı. Eynilə burada da həmin bir variant var. Ona görə də gəldik bura. Gələndən sonra mən yaralı olduğuma görə, Məzahir yaralı olduğuna görə biz ikimiz qaldıq burada. Qalan yoldaşlar yenidən qayıtdılar əvvəlki o bizim atışma olan əraziyə, Tortda deyilən bir ərazidə. Və getdilər onlar oradan demək çörək qırıqları gətirmişdilər, qənd, pesov, belə şeylər gətirmişdilər. Həmin gecəsi biz burada o ərzaqdan istifadə elədik. Səhərsi günü açılandan sonra bizim yoldaşlardan Allah rəhmət eləsin, Xasay rəhmətə gedikdi. Xasay dedi ki, mən bir qaydım dedim, Nəbin inkişafı tərəflərə baxım görüm, qoyundan, keçidən, nəsə bir şey qalıbsa, belə bir şey qalıbsa, yəni görək, ola bilsin ki, heyvan dağılmışdı o vaxtı düzəldi. Getdi, gəldi, dedi ki, bəs Nəbin inkişafı istiqamətində dəlik daş deyilən idi. Orada kahada, mən qayada bir dənə keçi gördüm. Təzədəndən bizim uşaqlar, yəni bizim yoldaşlar yenidən qayıtdılar, getdilər. Həmin keçini tutdular, gətirdik burada uşaqlar onu kəsdilər. Və burada da belə götürək, duz yox, heç bir şey yox. Sadəcə olaraq bir dənə ocaq başladılar qalamağa. Belə əti, həmin onun salatın, ətin ocaqda pişirdilər ki, yəni acından olmuyor. Və bizim burada, yəni bu məskunlaşdığımız kahada bizim bir dənə inəyimiz də vardı. Hansı ki, biz o inəyi saxlayırdıq, onun südündən, qatığından istifadə edirdik. Çünki bizim burada müasirədə qalan insanların içərisində körpə uşaqlar vardı, ahıl insanlar vardı. Mütəmadi olaraq biz daimi o inəyin südündən, qatığından istifadə edirdik. Beləliklə, bax, biz hər gün günlərimizi sayırdıq. Sözün açığı, belə heç, biz ömrü boyu inanmazdıq ki, biz, yəni ki, heç bir ümidimiz qalmamışdı ki, biz buradan sağ çıxaraq, gedərik, çıxaraq. Yəni, çox, belə, necə deyim, danışmaq biraz çətindir mənim üçün. Həm də ki, neçə illərdir, yəni uzun müddət arada fasilə olur, 30 ildir artıq olduğuna görə müəyyən şeylər yaddaşımızdan silinir. Mən çox danışmaq istəmirəm, yəni Allah'ın gününə şükür ki, torpaqlarımıza qovuşduq, min şükür Allah, min şükür yenə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, xalqımıza, millətimizi, dövlətimizi. Allah'ın gününə şükür. Bura bizim qoxmamızdır. Biz hər gün axşam, yəni gündüzdən gedib kəşfiyyat kimi kəndi izləyərdik. Ermənilər hansı tərəfdə qalırlar, harada qalırlar. Biz onları izləyirdik ki, biz axşam hardasa gedib ərzaq zat gətirməklə mütləq.
Buradan düşərdik, gedərdik kəndin baş hissəsində biraz dayanardıq. Sonra bir-iki nəfər biraz qabağa gedib izləyir, sonra bu kartof quyularının yerlərini bilirdik əvvəlcədən. Kartof gedib çıxardardı kətdən. Evlərə girəndə, yəni o vaxtı unu gətirib yeşiklərə tökürdülər. Yeşiklərdə ancaq unu yığardıq, meşotlara yığıb. Və dəstə ardısa 7-8 nəfər dəstə çiyinlərində odun, bellərində yük, qayıdıb gəlirdik, gəlib səhər-səhər çıxırdıq Küçahıya. Hər gün ardıcıl olaraq həmin şeylər həyata keçirilirdi. Yəni, ərzaq məsələsini ancaq kətdən biz cavanlar gətirərdik. Deməli, burada bizim yeməyimiz burada olardı. Hər gündə radyo qulaq asardıq. Bizim burada bir balaca əl radyomuz vardı. Ancaq xəbərləri izləyərdik ki, görək Azərbaycan ordusu hara kimi gedib, analaş buradan. Onu da dəqiq bilirdik ki, bizim ordumuz Mürov ətəklərindədir. Yəni Mürovun o bir tərəfləri, bizim bəli tərəfdə ordumuz yox. Amma bura bizim qıxnamız, bundan yuxarı bizim bir 5-6 yerdə yatacaq yerləri, yəni o yuxarıda əskərlərimiz hamısı yuxarıda belə balaca bir özlərinə yer eləmişlər daşın deşiklərində, yəni orada çıxıb istirahət edərdilər. Ardıcıl olaraq da bu kanın yuxarı hissələrində post qoymuşdu, izlənilirdi. Bir dənə daşın dalında 2-2 oturardıq, dəyişərdik, izləyərdik, görərdik, erməni gəlir, gəlmir. Yəni o post kimi də onu da yaratmışdıq ki, yəni təhlükəsizliyini təmin edək. Belə də bu 113 gün bizim bu yük daşımamız, burada bu ağır həyatı yaşamamız bizə qismət oldu ki, onu burada yaşadıq da biz ölmədik. Ermənilərin öldürüldüklərini müəyyən qismlərini dəfn edə bildik. Amma bizim ora sağ getməyimizi də bilmək olmadı. Yəni bir ümidimiz var idi ki, bir ümidlə yaşayırdıq ki, biz də gedə biləcəyik. Çünki bizim əsasən yanımızda o yaralılar vardı. Şəhriyarın qolu elə bir vəziyyətdəydi ki, Allah hamd olsun. 3 ay şəxsən böyük insan olsaydı özünüzdə, o 3 ay çox zulüm çəkdi. Çox zulüm çəkdi o qolunu. Sərmaya onu kimi çox əziyyət çəkdi yarasından, Elşad onu kimi çox. Həm də soyuq havalardı, hamısı İsmətin özünün yarasından çirk gələ-gələ o bir gün burada dayanmadı, bizlə bərabər kəndə getdi, gəldi, özə qabaqda gedib gəldi. Belə bir ağır həyatı yaşadıq, bugünə şükür gəldik. Bir gün gəlib burada bu çətin günlərimizi, olduğumuz yerləri gördük. Adam çox həyəcanlanır. Çox şeylər belə bilirsin nətərdir. Adamın yadından çıxır, həyəcandan çıxır. Bir də adam nə bilim, buraları görür, xəyalına o qədər şeylər gəlir ki, danışırıq. Elə bilirsən ki, həmin həyatın içindəsin. Çox bilirsən nətərdir. Adam özünü zorla tutur ki, göz yaşını saxlaya bilsin. Gəlirsən, hərləndiyimiz yerləri, yükü hara kimi daşıyıb aparıb qoyduğumuz yerləri, necə çətinliklə bura o yükün, odunun, yanacağın bura gətirilməsi, adam sana fikirləşir, adam çox kövrəlir, çox. Yenə bugünə şükür. Bugünə şükür gəldik, yenə sizlərlə gəldik, buraları çəkirsiniz, ictimailəşdirirsiniz. Qismət Allah'tan görək, axırımıza gedəcək. İnşallah yaxşı olar bugündən belə. Deməli biz may ayının 7-8-i Nəbikasının məsuliyyətdə biraz düşəndən sonra Barsu kağaları adlanıb kağalarımız. Bizim məşğullaşdığımız kağalarda növbəti bir kağımız da bu kağıdır. Biz burada bir neçə kağıda insanların çoxluğunu nəzərə alaraq bir neçə kağıda məşğullaşmışdıq. Həmin kağaların birində hal-hazırda oturup biz söhbət edirik. Bilirsiniz, bu hadisələr haqqında danışmaq
çox da asan bir şey deyil. Qayıdırsan həmin tarixə, həmin günlərə, həmin hadisələri eynən təkrarən yaşayırsan və həmin o çəkdiyin istirafları bir daha öz içində mənəvi cəhətdən bir də çəkirsən. Ağırdır, danışmaq da ağırdır, xatırlamaq da ağırdır. Eləcə də o əzab-əziyyət başqa bir şey, o çəkdiyimiz o yük daşımadan tutmuş, arsızlıq daşımadan tutmuş hamısı bir tərəfə, bizim içəridən çəkdiyimiz daha bir böyük istiraf, özümüz üçün planlar qurub, gecə-gündüz fikirləşmədən biz bu hadisədən, bu cəhənnəm əzabından necə qurtulacaq, bu haqqında fikirləşirdik və elə olur ki, gecələr kəndə düşməyəndə də yoldaşlarla yığılıb burada onun haqqında məsləhətləşmələr aparırdıq, planlar qururduq. Onu qeyd edim ki, biz 2 dəfə ya da 3 dəfə, tam dəqiqliyini deyə bilmərəm, biz Tərsər çayını gedib yoxlayıb, bu boylu məsafərin gedib yoxlayıb geri qayıtmışıq. Biz körpüdən qorxurduq, körpülərdən keçməyə ki, ola bilər körpülərdə hansısa bir minalar, ona görə nəzərimizdən keçir ki, ancaq Tərsər çayından biz xilas ola bilərik. Ona görə 2 dəfə və 3 dəfə də biz gedib Tərsər çayını yoxlayıb geri qayıdıb, Tərsər çayının amansız olduğunu, keçiləsi olmadığı nəzərə alaraq biz gözləməməklə dayandıq ki, bir müddət gözləyək. Və nəhayət iyul ayının 2-ci günü, biri günü Çobdar Şəkərəm kəndindən İsmail Bağban tapdıq ki, bizim kəndə gəldilər. Bizim kahalar da burada görüşdük və onlar getməyi dedilər ki, biz sabah çıxmaq istəyirik. Allah rəhmət eləsin. Qədim dayı bizim kahada idi, bizlə bir yerdə yaşayırdıq burada. Əzab əziyyəti, bu zülm çəkənlərdən biri də Qədim dayı idi. Qədim dayı İsmail kişi ilə yezinə qayın idi və İsmail kişi Qədim dayını özlərindən aparmağa mənə tərif elədi. Mən İsmail dayıya dedim ki, İsmail dayı, Allah köməyiniz olsun, artıq kimi götürə bilirsinizsə bizim üçün böyük köməkdir, çünki biz 30 nəfərik, bunlar cəmisi 7 nəfərdir. Hem nə qədər adam götürə bilirsiniz, götürün, Allah sizdən razı olsun. İsmail kişi də ancaq Qədim dayını aparmağa dedi ki, yox, Qədim dayını dedi. Nəzir məsləhətləşdik, razılaşdıq ki, Qədim dayı geçsin. Mən bir məktub deyək ki, bir balaca bir kağız yazdım. Verdim bunlara və bunlara uğurlu yol arzuladıq. Və dedim ki, inşallah sağ-salamat gedib çıxsanız, Xanlar rayonunda, o vaxtki Xanlar, indiki Göygöl rayonunda mənim böyük qardaşım Seyfəli yaşayırdı. Dedim, inşallah gedib sağ-salamat çıxsanız, bu kağızı, məktub parçasını verərsiniz mənim böyük qardaşıma. Və orada da qeyd eləmişdim ki, Seyfəli, biz hələ ki sağ-salamat yaşayırıq buralarda. Belə deyim, bizim radyomuz var. İnşallah ki, bu insanlar gəlib çıxsa, sağ-salamat gəlib çıxsa, bizə radyo vasitəsindən parol şəklində məlumat verərsiniz. Aynı 2-ci gün İsmail kişi, Qədim dayı yola düşdü. 7 günə bu insanlar gedib çıxır. Həmin o Göygöl rayona, Xanlar rayona və məktubu mənim qardaşıma çatdırırlar. Biz bu məlumatı ayın 12-si günorta saat 2 xəbərlər proqramında bu məlumatı eşitdik. Məlumatı eyni ilə olduğu kimi deyim. Məlumat belə idi. Kəlbəcər rayonu Çobdar Şəkərəm kəndindən və Başlıbel kəndindən İsmail tapdıq Bağban kişi, Başlıbel kəndindən Qədim kişi hal-hazırda Xanlar rayonunda Kəlbəcər rayonu qərargahındadılar. Eşat və İsmət Əzizovlardan xahiş olunur ki, görüşmək üçün təcili qərargahı gəlsinlər. Bilirsiniz, bu 4 ay başlı qaldığımız bir zülmün zillətin içindən bir ümid işığı nəhayət gördük və o sevinci demək, onu təsəvvür edilmək bambaşqa bir şeydir. Qucaqlaşdıq, uşaqlarla ağlaşan kim, gülüşən kim, nə deyim, vallahi çox oradan bambaşqa bir səhnə idi o səhnə. Və axşam Ələsgər dayı rəhmətlik məsləhət gördük ki, inəyi kəsək.
inəyi kəsilsin, 2-3 gün yol üçün azuqalar hazırlansın və 2-3 gündə nə yeyə bilsək, bu inəyin ətindən burada heç olmasa uzun müddətli ət yeməyi yeməyən adamlar nəhayət ətdən də biraz yeyirlər. Təbii ki, insanın qanadı olsa bəlkə də həmin vaxt düşə bilərdi. O sevincdən, o hadisəni eşidən, o xəbəri eşidəndən sonra. Və nə kəsildi axşam. Eyni ilə Ələsgər dediyi kimi hazırlıqlara başlanıldı, yol tədarüklərine başlanıldı. Və burada yemək üçün özümüzə yeməklər hazırlandı. 30 nəfər adam, 29 nəfər Qədim dayını yola salmışdı. 29 nəfər adam hamı bir süfrə başında əyləşdik. Və Allahın bu günə şükürlər olsun, nəhayət bunu isparişi çıxa biləcəyik. 17-si günü, 16-sı günü əmoğlu Eşrət və Mahirlə sonuncu dəfə mən kəndə düşüb dayımın qəbrini ziyarət edib. Və nəhayət 17-si günü bu çağlardan biz izlaşdıq. Azağa ziyarət çatanda sonuncu dəfə torpağımdan öptüm və bir daha görüm. Bəs necə getdiniz, necə çatdınız? Deməli, buradan çıxanda biz yolu üst tutkaya nəzərdə aldıq ki, üst tutkaya yolu çəkə biləcəyik, murabaşa biləcəyik inşallah. Və özgəni də haradasa üst tutkalıq götürdük özümüzə. Biz getdik, bizim Ağcağız yaylarından keçəndə bizdə Xasay rəhmətli dedi ki, mənim kağıda biraz yeşim qalıb qayıtmaq lazımdır. Sənədləri qalmışdı. Və Xasay oradan təzdən geri qaydası oldu. Biz ona görə yol 3 tutka yox, 4 tutkalıq oldu yolumuz. 1 tutkalı əndiyəsi oldu. Nəhayət Xasay gedib qaydandan sonra biz səhərə yaxın Güzey Çirkin kəndinə düşdük. Akşama qədər Güzey Çirkində qaldıq. Çünki tərsərdən yolu keçəsiyiz. Biz ancaq o yolu qaranlıq keçməliyik. Hər saat maşınlar keçir. Ona görə Güzey Çirkində axşamı qədər gözləyib, axşam düşdük Tərsər çayının qırağına. Özümüzdən gedəndə kəndir götürmüşdük. Çayın bir tərəfini kəndiri bağlayıb, sonra Mahirlə, yoldaşlardan bir-iki nəfərlə birdən tutatıyor, Tərsəri keçib o yüzden kəndirin o bir başında ona bağladıq. Və cəmaatı 3 saat müddətində cəmaatı çaydan keçirməyə başladı. Qadınlar, uşaqlar, elə kişilər vardı ki, onların da bəzisi belimizdə keçirildik. 3 saatda çaydan keçib, qalxdıq, tanımırdıq. Biz günüzdən gəldik, rəhbərlə danışdıq ki, sən bugün günüzdən Ələsgər babanı da götür, düş yola, geyit, sabah gəlib saat çatdıracaq. Razılaşdıq, sonra səhər biz durduq ki, ayın 17-si səhər səfərimiz. Durduq ki, Ələsgər baba buradadır. Rəhbərdən soruşdu, niyə aparım olsan, dedi ki, gitmək istəmir. Deyir, mənə görə özünüzü qılğına verməyin, uşaqlara. Bir neçə postların gördük, hansı ki, biz o kətləri dəqiq tanımırdıq, elə belə sonradan eşitdim ki, Dəmirçi damı, Cəmilli kətləri bu tərəfdə. Onların bir yerdə postların, 2 postun arasından keçəsi oldu, Qoşqara tərəf. Həmin günü günüzü qaldı, orada bir dənə tövlə vardı.
hansı ki o vaxtı kazanma kimi istifadə olunurdu əsgərlər. Getdik, tövlənin arxasında girdik Arduz ağaclarına. Oranı gözlədik, gecə düşsün. Gecə düşəndən sonra başladıq Qoşqar dağını qalxmağa. Və qalxıb Qoşqar dağının başına çıxanda bəri tərəfdə işıqları gördük. Amma hansı istiqamət olmağını şəxsən mən bilmirdim ki, bura hansı istiqamət ola bilər. Oradan yendik, Qoşqar dağını yendik, o yolda it yolu deyilən yer var, sonradan bizə dedilər ki, ora it yoludur. Qalxdıq, Murovun bir tərəfindən açdıq və gəlib Murovun o bir tərəflərindən baxdıq, gördük, yaylaq yerləri görükür. Çoban boyuna açıq yaylaqdan dağa tərəf qalxmışdıq, yaxınlaşdıq. Da düşdük onun yanına ki, soruşduq ki, bura haradır. Dedi, bura Daşkəsənin Zibilyan yaylağı. Biz Alaxancalıya düşdük. Alaxancalıdan qabaq Zibilyanın yaylağındakı cəmaat bizi çox isti qarşıladılar. Hərə öz evindən biri qatıq gətirir, biri qaymaq gətirir, biri pendir gətirir və Alaxancalıya düşəsi olduq. Alaxancalıda cəmaat körpədən tutmuş böyüyə qədər bütün kənd cəmaat söküldü. Həmin çayın qırağında açılan sürənin kənarında. Təbii ki, hamı maraqlanır. İçimizdə qadın var, uşaq var. Amma bəs bu vaxta qədər necə qalmışsınız, nə cür qalmışsınız? Hər əlində bir dəsmal biz danışırıq, bunlar ağlaşır. Elə bil bizimlə bərabər bu hadisəni onlar da yaşayırdı. Və nəhayət axşam düşəndə bizə qəzəlliş maşını təşkil olundu. Həmin qəzəlliş maşından biz Daşkəsən mərkəzinə çıxartdılar. Burada isə icra hakimiyyətindən tutmuş, baş prokurordan tutmuş, başqa rəhbər şəxslər gəldi. Eləcə də həkim bir qəfəs gəldi. Bizim yaralılara, o yaralmış şəxsləri bir müayinədən keçirdilər. Ən ağır yaralımız körpə uşaq Şəhriyar idi, 3 yaşında olan Şəhriyar. Amma bunu deyim ki, o insanın qolu bir barmaq önündə bir sümükdən asılı qalmışdı. Anası onu kəsib atmağını da bizə xahiş edir, kəsin atsın. Çünki ümid yox idi ki, bu qol sağalacaq. Onu deyim ki, biz Daşkəsənə gedəndə həmin qolundan o uşaq yüngül də şey olsa götürə bilir. Və həkim müayinə edəndə həkim qayıtdı ki, siz bunu nə ilə sağaltmışsınız? Bu, yəni, mümkün olan şey deyil ki, belə bir qol sağalsın. Buna da dedik, gəlmiş çatan şey nə idi? Toyuq dərisi, tapanması yoxu. Balı tapanda bal qoymuşuq. Bir də Allahın verdiyi o təbii otlardan zaten elə dağlı çayla, belə şeylər verirəm, sağ olun. Allah rəhmət eləsin, Hümbət əmi bizimlə bərabər həmin kağıda yaşayıb və bizim yaralarımızın sarınmasında, sağalmasında Hümbət əminin və Ağdamlı məzahirinin çox böyük rol olubdur. O iki insan bizim yaralarla məşğul olubdur. Hümbət əminin yara sağaltmağa, Şəhriyanın yarasını sağaltmağa, Sərmayənin yarasını sağaltmağa doğrudan da həqiqətən bir möcüzə. Biz Daşkəsənə gələndən sonra Daşkəsən rayonundan mənim qardaşım, böyük qardaşım Daşkəsən rayonunun Bayan kəndində o vaxt təyinatına gəlmişdi orada. Oradakı insanlarla əlaqəsi vardı, yəni tanıyırdılar deyin. Onun bir fəhləsi vardı, ona söhbət eləmişdik, bəs mənim qardaşım mühasirədə qalıb, çıxa bilməyib, belə də danışıb. O da Daşkəsəndə yaşayır. Biz də ora Daşkəsənə gələndə o adam bilibdi ki, biz mühasirədən çıxmışıq. Oradan Daşkəsəndən gəlib mənim qardaşıma məlumat verib ki, bəs nə müştuluğumu ver, nə deyirsən ki, mən sənin qardaşından sabit dəqiq məlumat verim. Və biz Daşkəsəndə demək amma olur, sonra səhv eləmirəm. Mahir, sən gəlmişdin mi? Sən, mən, İsmət, Lalə, Həcər, qardaşı Vəkil. Bir də Sevil. Biz gəldik qardaşım gələ. İnanırsan, onlar biləndə ki, gəlib o körpü var idi orada, Daşkəsənin Bayan kəndində. Mənim qardaşlarımızı istəyirəm, atam, anam. Onlar hamısı ayaq yalın, o boyda yolu gəldilər də nə cür orada, nə bilim. Bizim mülkülərlə vayenliləri ayırdılar. Biz vayenliləri apardılar Üçtəpələrə, qoşdular vayenliyə.
Səhər-səhər idi. Səhər-səhər razvodda komandir gəldi. Komandira dedi ki, biz belə verir. Mühasirədən çıxmışıq, bizi bura gətirirlər. Bizim ailələrimizin xəbəri yox. O da deyir, sizi bura kim gətirib? Bizi də ora bir polis aparmışdı. Heç polisin də adını bilmirdik. Nəsə gəldi, dedi ki, gözləyin burada, sizi aparacam Zaur Ruzayevlə görüşəsiniz. General Zaur Ruzayev. Nəsə bizi gətirdilər o general ştaba. Zaur Ruzayev gəldi, oturmuşduq, gəldi belə bizi qarşıladı, durdu. Bir dəstə hərbiçi ilə girmişdi içəri. Belə bizlə görüşə keçdi. O qayıtdı, o uşaqlara dedi ki, görürsünüz, o öz həmkarlarına dedi, bunların əziyyət çəkməkləri sifətlərindən görsənirmi? Bir mayor dedi ki, bəli, görsənir. Yadımdan çıxıb, atamgil gəlib çıxmışdı Gəncəyə. Atam, bəli, eşitmişdi, mən atamı görəndə tanımadım, Allah hamd olsun, beli bükülmüşdü, saqqal basıb. Hamısına Allah rəhmət etsin. Mənim böyük qardaşım Seyfəli Göygöldə xanlar evində yaşayır. Getdi ora. Anam, atam Bakıdaydılar. Bir Seyfəli Göygöldə yaşayırdı. Nəysə Fazil maşın təşkil elədi. Fazillə bərabər əmim rəhmətli isə bizimlə bərabər getdi xanlar evində. Fazil dedi ki, siz maşının üstündə özünüzü görsətməyin. Mən Seyfəlidən biraz belə deyək də, bir məcələrimin biraz soruşun bir görün, bir xəbər yoxdur. Nəysə, qapının zvanokunu bastı və Seyfəli 2-ci mərtəbədən qapını açdı. Baxdı ki, Fazilli dedi, ay Seyfəli, bir xəbər yoxdur ki, dedi, Fazilli, heç bir xəbər yoxdur. Və mən də maşının üstündən elə bir arada başımı çıxardım. Heç olmasa bir baxıram, prost ürəyim partlayır, mən görüşməliyəm. Amma Fazil də şeylikli dayanır. Nəysə, bir dəfə belə başımı qaldırıb, 2 dəfə Seyfəlinin gözünə mən o başımı qaldırıb, o hadisəni görməyi və o səs mənim qulağımdan nə qədər qalır. İsmət deyib, pləskəndən Seyfəli necə tutullanırsa, nə deyim bana, o qovuşmaq, o həsrət, o şey nəhayət sona çatmışdır.